Good afternoon, Dr. Foyer. Günortanız xeyir cənab doktor Foyer. Bugün bizimlə vaxt ayırıb söhbət etdiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk. George Washington Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında həyata keçirilən 2 diplom proqramı ilə bağlı fikirlərinizi dinləmək bizim üçün böyük şərəfdir. Bu əlamətdar məzuniyyət mərasiminin iştirakınızı yüksək qiymətləndiririk. Əvvəlcə bu tərəfdaşlıqla bağlı təəssüratlarınızı və proqramın əhəmiyyətinə dair fikirlərinizi öyrənmək istərdik. Bu 2 diplom proqramının əhəmiyyətini necə qiymətləndirirsiniz? Ümumi təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? For me, education is Mənim üçün təhsil hər iki istiqamətdə hərəkət edən nəqliyyatla dolu bir körpüdə olmaq kimidir. Azərbaycandakı möhtəşəm dostlarımızdan və həmkarlarımızdan çox şey öyrənirik. İnanıram ki, Azərbaycanlı dostlarımız da George Washington Universitetinin professor-müəllim heyətinin, tələbələrinin və əməkdaşlarının təcrübə və biliklərindən öyrənir və faydalanırlar. Bu, bizim ən xüsusi proqramlarımızdan biridir. Bakıda dostlarımızla bu əməkdaşlıqda yer almaq bizim üçün böyük şərəfdir. be in this partnership with our friends in Baku. Thank you very much to share with us. Salam Cəfər müəllim, xoş gördük. Artıq 4-cü buraxılışa həyata keçirilən 2 diplom proqramı bilirik ki, təhsil sahəmizdə böyük maraqla qarşılanır. Biz bilmək istərdik ki, proqramla bağlı gələcək perspektivlər nələrdir və George Washington Universiteti ilə olan bu proqramın davam etməsi və oxşar hansı 2 diplom proqramının həyata keçirilməsi mümkündürmü? Çox sevincli gündür. Bu gün həqiqətən də artıq bugünkü məzunlarla bir yerdə bu proqram çərçivəsində 120 nəfər insan təhsil cəmiyyəsinə qoşulmuşdur. Bunlar Azərbaycan təhsilinə çox böyük töhfə verəcəklərini biz inanırıq, güman edirik ki, bu belə də olacaq. Azərbaycan təhsilinə yeniliklər gətirəcəklər. Davamı ilə bağlı isə əlbəttə ki, biz ümidliyik ki, bu davam edəcək. Dövlət proqramının davam etməsi ilə bağlı danışıqlar gedir və inşallah bizim gözləntilərimiz boşa çıxmaz. Bəs digər xarici ölkələrlə hər hansı bir 2 diplom proqramının həyata keçirilməsi gözlənilirmi? Var, bu bizim əsas və böyük proqramımızdır. İlk olaraq biz burada fəaliyyətə başlayanda bu proqrama başladıq. Ancaq o vaxtdan xeyli vaxt keçib və biz xeyli sayda böyük universitetlərlə əlaqələr qurmuşuq. İlk növbədə bu qardaş Türkiyə universitetləridir. Aşağı yuxarı bütün böyük universitetlərlə əlaqələrimiz var. Bu yaxınlarda Ankara'da olarkən yenə də o əlaqələrimizi genişləndirdik. YÖK başqanı ilə görüşərkən onun tövsiyəsi ilə daha bir neçə universitetlə bu əlaqələrimizi genişləndirməyi düşünürük. Bunlar hamısı təhsilimizin gələcəyi üçün vacib olan addımlardır. Türkiyə ilə olması nədən önəmlidir? Çünki Türkiyənin aparıcı universitetlərin proqramları əslində elə bu aparıcı dünya universitetlərinin proqramı əsasında formalaşmışdır. Ona görə də biz faktik olaraq o proqramlarla birgə əlaqələr qurmaqla, onlarla işimizi belə tənzimlədiksə, həmin aparıcı dünya universitetlərinin bu sahə üzrə olan proqramlarına qoşulmuş oluruq. Bu yalnız bu ikili diplom çərçivəsində olmur. Elə iki tərəfli normal əlaqələr çərçivəsində də işlər gedə bilər. Bu yaxınlarda məsələn elə bir-iki həftə bundan öncə 15 nəfərlik bizim heyət 10 günlük Hacəttepe Universitetinin təhsil proqramlarının təlimlərinə qatıldılar. Bunların 5-i bizim inzibati işçilərdir. 10 nəfər isə artıq ikinci il magistr proqramı tələbələri idi. Hansılar ki, bu yeni sahələr üzrə təhsil alırlar. Bir çox sahələr var ki, bizdə təəssüf ki, zamanında bu pedaqoji deyəndə ancaq müəllim hazırlığı nəzərdə tutulurdu. Bir çox sahələr kənarda qalırdı. Liderlikdir, bu idarə olunmadır, qiymətləndirmədir. Bu sahələr hamısı kənarda qalmışdı. Yaxşı müəllim gəlib yaxşı məktəb direktoru olurdu və s. və s. İndi bu işlər dəyişməkdədir. Təhsil liderləri proqramları
çərçivəsində yalnız bu işlər yox, universitetimizdə həyata keçirilən o fərqli məktəb direktorları, təhsil liderləri proqramları və s. bunlar hamısı təhsilin keyfiyyətinin artırılması, liderlərin üzə çıxmasına yönəlik işlərdir. Bunlar hamısı yaxın gələcəkdə özünün müsbət təsirini göstərəcəyinə mən əminəm. Çox sağ olun, təşəkkür edirik vaxtlarınız üçün. Salam, sizi məzun olmanız münasibətlə təbrik edirik. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz? Adım Fəridə Nəcəfovadır. İlk öncə bildirmək istəyərdim ki, bu 2 il bizim üçün çox uzun bir yol oldu. Amma çətin də olsa biz çox şey öyrəndik. Belə deyim, yuxusuz gecələr belə bizim üçün çox maraqlı idi. Yəni o assignmentları bitirmək, deadline-ları izləmək filan. Düşünürəm ki, bizim üçün çox böyük bir addım idi və gələcək karyeramızda hər birimiz üçün çox böyük töhfəsi olacaq. Təşəkkür edirəm, sağ olun. Salam, sizi təbrik edirik bugün məzun olmanız münasibətilə. Təəssüratlarınızı bölüşə bilərsiniz bizimlə? Əvvəlcə biz 2 il müddətində bildiyiniz üzrə bizdə ikili diplom proqramıdır və bu 2 il müddətində biz hər ay yeni kurslar götürdük. Proqram çox maraqlı və intensiv idi. Əlbəttə ki, oxumaq çətin idi, amma məncə biz bunu bacardıq. Proqramda müəyyən professorlar tərəfindən bizə dərslər keçirildi və bu keçirilən dərslər bizim üçün çox effektiv idi və mən inanıram ki, biz bunu növbəti illərdə öz karyeramızda da istifadə edəcəyik. Proqram çox intensiv və maraqlı idi. Artıq sonuna gəlmişik. Amma bizə qalan çoxlu xatirələr, networkinglər, öyrəndiyimiz, tətbiq edəcəyimiz məsələlər var və buna görə hamımız çox xoşbəxtik. Təşəkkür edirik, sağ olun. Salam Tofiq müəllim. Bugünkü məzun günü ilə bağlı təəssüratlarınızı bölüşə bilərsiniz? Məmnuniyyətlə. Bu gün təbii ki, bizim artıq 4-cü məzun günümüzdür. Pedaqoji Universiteti ilə George Washington Universitetinin təhsil siyasəti və idarəetməsi ixtisası üzrə magistr proqramının artıq 4-cü qrup məzun tədbirinə toplaşmışıq və təbii ki, burada 2 illik intensiv tədris prosesinin nəticəsi olaraq həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm George Washington Universitetinin professor müəllim heyətinin intensiv təhsili, əməyi və qayğıkeşliyi ilə keçən bir ilin nəticəsində bizim tələbələrimiz məzun olurlar və təbii ki, hesab edirik ki, onların məzuniyyəti Azərbaycan təhsilinə töhfə vermək, Azərbaycan təhsilinin idarə etməsinin yaxşılaşmasına, öz qazandıqları bilik və bacarıqlarla töhfə verməsini arzu edirik. Və təbii ki, sevincliyik, məzunlarımızla yanaşı, bu da müəllimlərin də bayramıdır. O səbəbdən ancaq müsbət təəssüratları danışa bilərik. Çox sağ olun, təşəkkür edirik.